Salam, siz dəvətnamənin yeni buraxılışını izləyirsiniz. Bizim bugünkü qonağımız Azərbaycan Taekwondo millisinin Çin əsilli üzvü Aygün Lindir. Salam, hər vaxtınız xeyir Aygün xanım, necəsiniz? Salam, yaxşıyam, çox sağ olun. Siz necəsiniz? Yaxşı olasınız. Deməli, sizin ailəniz Azərbaycanda məskunlaşıb və necə oldu ki, Azərbaycanda məskunlaşmaq qərarı aldılar? İlk gələn ailənizdən kim olub? İlk gələnlərdə atam olub, valideynlərimlə atam gəlib. Ondan sonra işlərlə bağlı elə oldu ki, burada davam etmək seçdilər də yavaş-yavaş. Qardaş və bacılarınızın həmçinin sizin adınızı kim qoyub və niyə Azərbaycanlı adı seçiblər? Mən bildiyimə görə elə burada anadan olduğumuz üçün həkimlər qoyublar. Burada Azərbaycanda böyüdüyümüz üçün yəqin ki, düşünüblər ki, gələcəyi burada davamlı olacaq deyə Azərbaycan adlarımızı qoyublar da. Sizin adınızı həkim qoyubdu? Elə bilirəm. Bəs qardaşınızın və bacılarınızın? Eynən. Eyni şəkildə. Sizcə milyard yarımlıq ölkənin vətəndaşı olmaq daha yaxşıdır, yoxsa 10 milyonluq ölkənin vətəndaşı olmaq? Məncə əldə bir fərq yoxsa o yenə də Azərbaycanda ana olub böyüdüyümüz üçün hər halda bura daha doğma gəlir də belə deyək. Çində böyüsəydim Çini daha çox istəyərdim ya düşərdim. Bəlkə də Azərbaycanı tanımazdım. Yenə də burada böyüdüyüm üçün hər halda bura daha doğma gəlir. Ona görə də belə fərq yoxdur ki, yox mən Azərbaycanda olmuşam, yox gedim Çində vətəndaş olum falan deyə məcburiyyətində deyiləm də. Çində olan hansı adətin Azərbaycanda da olmasını istəyərdiniz? Adətlər maraqlıdır, fərqli adətlər var, amma təxminən əslində eyni adətlər də var. Məsələn, yeni il yox, Novruz bayramı adəti ilə Çinin elə bir yeni il bayramı, onlar da elə baharın gəlişi kimi qəbul edirlər də, belə o bayramını keçirdirlər. Sadəcə biraz fərqli nədir? Orada məsəl üçün böyüklər, bir nənələr, babalar, kiçiklərə, uşaqlara bir qırmızı konvertdə pul verirlər. Burada düşünürəm ki, Novruz bayramında təxmini eyni şey olur da. Orada da məsəl üçün gedirlər, papaq atırlar, eləyirlər. Düşünürəm ki, təxmini olaraq da İstərdiniz o adət olsun? Yox, adət belə sırf demirəm olsun. Sana maraqlı gəldi. Təxmini əslində eynidir olsa. Bəs Azərbaycan televiziyasında belə maraqla izlədiyiniz veriliş varmı, yaxud serial varmı? Xeyr, evdə Azərbaycan kanalı əvvəl baxırdım, nəsə yadımda deyiləm. İndi xeyr baxmıram. Aygün xanım, ən çox nə vaxt özünüzü ifadə eləməkdə çətinlik çəkmisiniz? Yox, ifadə eləməkdə çətinlik çəkməmişəm. Mən nəsə anlaşılmazlıq yox da ki, səhv bildiyim məlumatlar olanda deyirəm ki, məsəl üçün belə deyil, başa salıram. Sizin Çin mətbəxindən bağlı sual vermək istəyirəm. Sosial şəbəkələrdə tez-tez qarşıma çıxır Çin mətbəxi. Mən aşina olmadığım üçün çox qəribə gəlir. Bəzən hətta ürəkbulandırıcı gələn yeməklər də olur. Siz nə düşünürsünüz? Heç Çinə gedəndə elə bir yemək olubmu ki, sizə də belə qəribə gəlib? Demişsiniz, bu nədir? Yaxud heç Azərbaycan mətbəxindən elə sizin üçün qəribə gələn yemək olubmu? Çin mətbəxindən qəribə yeməklər ola bilər. Var, deyənlər də var zaten. Görəndə soruşurlar, edirlər. Buradan bir şey çatdırmaq istəyirəm ki, hər Çinli görəndə demək olmaz ki, səndən bu qəribə şey deyirsən, ilan qurbağa yeyirsən, nə yeyirsən? Əslində elə deyil. Olsa da belə sırf Çinin hansısa bir bölgəsi ola bilər, hansısa bir ucqar kəndlərindən, belə deyək. Amma belə müasir şəhərlərə getsəz, demək olar yox səviyyəsində də şeylər artıq getdikcə yığışılır da, belə deyək. Onlar qalıb, köhnə də qalıb. Hər Çinli görəndə sən belə yeyirsən, onu yeyirsən, bunu yeyirsən, hər şey yeyirsən. Elə deyil də. Aydın. Bəs Azərbaycan mətbəxində elə sevmədiyiniz yemək varmı? Azərbaycan mətbəxində demək olar hamısını sevirəm. Qəşəng dadlı yeməkləri. Bir dənə görmüşəm desən. O yeməyin adını bilmirəm. Nə ilə hazırlanır? Heyvanların ayaqlarını falan pişirirlər. Xaşı. Xaş. Onu sevmirsiniz? Bəs Azərbaycan yeməklərindən, milli yeməklərdən hansını bişirə bilirsiniz? Bişirə bilirəm. Yoxlamamışam. Belə amma evdə pişirilir də, yeməklər. Aşdır, kələm dolması, yarpaq dolması falan belə. Çindən gəlmiş bir qohumunuz olsa və siz Bakını gəzdirməli olsanız, aparacağınız yerlər hara olardı? Yəqin ki də Qız Qalasını gəzir, İçəri şəhərdir, Qız Qalasıdır. Bakı bulvarda, amma belə əsasən bu yerlərdə belə deyək. Turistik bölgələr daha çox.
İndi isə gəlin sizin məşğul olduğunuz idmanla bağlı biraz danışaq. Sual vermək istəyirəm ki, Çin əsilli Azərbaycanlı olaraq niyə məhz Koreya döyüş sənətində məşğul olursunuz və taekvondoya marağınız necə formalaşıb bu barədə? Əslində taekvondodan əvvəl konfet idmanlarına marağım var idi. Sonra Azərbaycanda sırf sizə gördüyüm, yəni bir veriliş var idi Çin dilində. Oradan görmüşdüm. Yəni bu idmanı ona ilk marağım yaranmışdı. Yəni getmək istəyirdim. Sonra olaraq gördüm ki, Azərbaycanda var idi konfu, belə deyirlər konfu idmanları, amma baxırdım ki, istədiyim, yəni gördüyüm deyildi də, belə deyək. Sonra elə günlərin bir günündə elə YouTube-da kinoya baxırdım. Seriala Çin dilində. Orada taekwondo haqqında çəkilmişdi. Adında yazmışdı əslində kung fu, amma baxdım ki, taekwondo haqqında imiş. Sonra gördüm ki, bənzərliyi var da, çox bənzərliyi var idi taekwondo. Ona görə də ümumi taekwondo geyimi, hərəkətləri, texnikaları çox xoşuma gəlmişdi. Ondan sonra taekwondo marağım artdı nə qədər. Ona görə dedim ki, kung fu olmasa, heç olmasa taekwondoya gedim. Çox gözəl. Bu uşaqlıqdan yaranan bir həvəsdir yoxsa məncə 16 yaşınızda ki başlamısınız? Mən 16 yaşımda başlamışdım. Elə yeniyetməlik vaxtlarda təxmin hardasa. Gələcəkdə məşğul olduğunuz idman sahəsi ilə bağlı Çindən sizə təklif gəlsə ki, gəl bizim bayrağın altında döyüş desələr, nə edərsiniz, yəni qəbul edərsiniz? Olmasa o qədər də o barədə düşünməmişəm, amma yəni məqsədim, yəni də əsas məqsədlərimdən biri, yəni də xarici ölkələrdə beynəlxalq yarışlarda Azərbaycan bayrağını uzatmaq da belə deyək. Yəni arzularımdan biridir. Deməli, hobbiləriniz nələrdir? Dostlarınızla necə vaxt keçirirsiniz? İdmandan kənarda? Fərqli olur da, yəni ümumi məsələn dostlarımın məsəl üçün zaldan uşaqlar olur, yəni ümumi danışırıq da, yəni belə. Yəni elədiyiniz bir aktivitə deyək, varmı hobbiləriniz? Aktivitə deyəndə ki, yaxud da özünüzün şəxsi də ola bilər. Ki, hə, mən özüm tək bunu eləməyi sevirəm. Məsələn, filmə baxmağı sevirəm. Aktivitelərdən deyəndə ki, məsələn, oyunlar oynadığımız vaxtlar olur, məsələn, maraqlı oyunlar, yoxdur ki, özüm sevdiyim hobbilərdən əl işləri də sevirəm, xoşum gəlir. Hansı əl işləri? Elə kağızda nələrsə düzəltmək, sonra qolbaqlar, o da ki, saplardan falan baxıb düzəltməyi sevirəm, xoşum gəlir. Ümumiyyətlə, idmandan savayı dizayn eləyə çox xoşum, əvvəl yəni ona marağım var idi da. Davam eləməyi düşünürsünüz heç biraz inkişaf eləmək bununla bağlı? O barədə nə qədər də olsa, şəxsi məşqçim Zahid Nadirov müəllimim vaxtı belə mənə video montajları öyrədib, şəkilləri, onları öyrəndim. Mən orada yəni özünü göstərdim, nə qədər olursa çox gözəl öyrənirim. Kimsə sizi özünüzdən çıxarsa, əsəbləşsəz, belə gözünüz dönsə, kimsə vura bilərsinizmi? Çox maraqlıdır. Baxır da vəziyyətə. Yəni lazım gələrsə, amma yenə də baxır insana nasıldır vəziyyətə baxır. Müşahidə eləmişəm idmançıların bir çoxunda belə bir şey var ki, o halları ciddi almırlar. Bəli, yəni o qədər idman etikası, əxlaqı deyə bir şeyi həmişə qoruyub saxlayırlar. Sizin kimi idmançı olmaq istəyən qızlara tövsiyəniz nə olardı ilk öncə? Tövsiyəm ilk öncə olardı ki, yəqin ki, başlayanlar da elə uşaqlar, yəni qızlar var ki, deyirlər ki, 15-16 yaşım var, 17 yaşım var, daha gecdir, nəyə başlayıram. Düşünürəm ki, amma bir insan bir şey istəyirsə və həmçinin davamlı olaraq edərsə, yəni gec-tez nailiyyəti əldə edəcəkdir, yəni nə qədər də olsa. Yəni sırf yalan bir var ki, yəni yalanla deyirəm, mən istəyirəm, bir də o ki, hər kəsən içsən ürəkdən istəyəndə həmçinin onun əsas disiplini olaraq, davamlı olaraq eləməkdir. Yəni istədiyin bir şeyin axıra qədər getmək lazımdır. Yəni onları eləsələr, inşallah ki, istədiklərini nail olacaqlar. Ölkəmizdə qadınlara qarşı müəyyən stereotiplər var. Onları aşdığınızı düşünürsünüzmü bəs? Necə ki, idmana getməsinlər falan. İdman, ümumən bir çox şey də var təbii ki. Yəni buna bağlı. Məsələn, sizin valideynləriniz sizə dəstək olublar. Müəlliminiz deyir ki, valideynlərlə bir yerdə zala gəldilər, tanış oldular bu şəkildə. Amma hər tutalım övladda, qız övladında belə bir hal olmur. Ola da bilir, olmaya da bilir. Yəni qızlara necə mənəvi dəstək olmaq olar bu barədə? Düşün, valideynlər bəli elə hallarla çox rastlaşmışıq ki, valideynləri qız övladlarına icazə vermirlər, deyirlər ki, gedər kobuddaşar, nə edir, hər nəsə də. Amma yəni də düşünürəm ki, ümumiyyətlə taekwondo qızlar üçün çox əla bir idman növüdür. Yəni mən də artıq bir 6-7 il onlardan məşğul oluram da bu idman növü ilə. Həmçinin
Məncə özləri də o barədə göstərir. Məsələn, həvəsi varsa, özü də məşğul olsa evdə, valideyni də görəcəksə həqiqətən də həvəsi var. Sonra bir müddətdən sonra özünü idmanda yaxşı bir mənada göstərsə, düşünürəm ki, yəni valideynlər də ona dəstək olarlar. Bildiyimə görə taekvondo üzrə müəllim olaraq fəaliyyət göstərirsiniz. Bir daha təbrik edirəm. Çox sağ olun. Bəs müəllim olanda nələr öyrəndiniz? Yaxud ümumən sizə necə təsir eləyir uşaqlarla işləmək? Yəni mən məşqçi olaraq düşünürəm ki, yəni əsas səbrli olmalıdır. Uşaqları öyrətməkdə qarşı nəyisə başa salıb səbrli olmaq lazımdır əsas. Yəni uşaqlar da olur ki, fərqlidir də, gəldikcə yavaş-yavaş öyrənirlər. Heç ağlayan uşaqlar olub. Təbii ki. Necə reaksiya vermisiniz? Yəni uşaqlar da təbii ki, onların məncə sakit başına biraz başını qatmaq lazımdır ki, biraz başları qarışsın da. Yoxsa durub məsəl üçün əsəbləşdirək ki, üstünə niyə ağlayırsan, ya da olmur. Onlar daha da qorxub eləyirlər. Deməli sevimli müəllimsiniz. Bullyingə uğramısınızmı heç ölkədə? Bu asiyalı olmağınızla bağlı və bu sizi nə qədər narahat eləyir ümumən? O təbii ki var, yəni bəzən hələ də olur. Yəni az olsa da, düzdür, çoxsu bəzən artıq qıraqda falan onu tanıyanlar olur. Əvvəl daha çox olurdu, yəni belə deyək. Yəni elə bilirlər ki, başa düşmürəm qıraqdan, yaxud da ki, tanımayanlar bəzən olurdu. Xüsusən lazım olanda deyirdim nəsə öz sözümü. Onlar da belə şokda qaldı ki, siz də onu başa düşürmüş. Deməli, müsahibəmizin sonuncu mərhələsinə keçirəm. Burada suallar verəcəm və sürətli cavablar istəyirəm. Ən sevdiyiniz milli yemək? Ən sevdiyim milli yemək aş. Özünüzü daha çox hansı mahnı ilə motivasiya edirsiniz? Ömrümdə elə sırf belə bir şey yoxdur ki, hansı mahnıya qulaq asın. Həyatınızda bir dəfə də, heç olmasa bir dəfə yaşamaq istədiyiniz ekstremal bir şey varmı? Yəni, ki, bunu eləmək istəyirəm, arzumdur dediyiniz. Bəlkə nə vaxtsa şeydir, havalara qalxırlar ya. Şarlar. Şarlar, ona baxmaq istəyirəm nə vaxtsa. Mən sizdən bir atasözü istəyirəm. Çin atasözü, bilirik ki, Çində atasözləri çox məşhurdur. Ən bəyəndiyiniz Çin atasözü hansıdır? Bir şey yadımdaydı, deyir ki, yəni bir uzun, yəni başlamaq istədiyim bir yola hər şey hamısı bir addımdan başlayır da, addım gedirsən. Yəni birbaşa durduğum yerdən böyük uğur qazana bilməzsən də, hamısı addım gedirsən artıq sonra onu istədiyin yerə çata bilərsən. Həyat fəlsəfəniz nədir? Bir şey istəyirsə, yəni axıra qədər, yəni sona qədər istəyirsən. Yəni bir var elə belə istəyirəm, bir də var ki, ürəyin dərin içində inanırsan ki, bir şey əsas inanmalısan, həmçinin yəni davamlı olaraq yəni ora getməlisən də, istədiyin yerə addımlamalısan. Hər gün istədiyini, yəni istədiyin bir şey üçün çalışmalısan da belə deyək. Yox alınmadısa, yox mən atım buraxım, yox. Yəni o barədə yəni bir şey demək istirdim ki, elə yaxınlarda taekvondonun elə bir Pumse növündən Resko çempionatı oldu və orada çempion oldum. Buna görə ən böyük uğur məşqçimə məxsusdur, şəxsi məşqçim Zahid Nadirova məxsusdur. Ona həqiqətən buradan elə dərin təşəkkürümü bildirirəm ki, vaxtı ikən yəni Azərbaycanda Pumse növü olmadığı halda hər zaman mənim yanımda olub, dəstək olub, yəni hər şey deyib ki, yəni həmçinin çalışıb ki, onu da Azərbaycana gətirsin. Ümumiyyətlə Azərbaycanda yox idi. Var idi, çoxdan sonra olmadı da belə deyək. Müəllim yəni çox çalışıb da, yəni istəyib ki, o da gətirsin mənə görə. Yəni hər yola əl atmışdıqda ki, tək mən yəni burada irəliləyim. Zaman keçdi, indi də müəllimin sayəsində həmçinin bir digər müəllimlərim də var. Amma əsas yəni də şəxsi məşqçim Zahid Nadirov müəllimə təşəkkür edirəm ki, yəni bu arada hər zaman yanımda olub. Bu gün də ilk addımımızı atmışıq. İnşallah ki, digər yəni hədəflərimiz böyükdür. Daha böyük uğurlar çalacağıq inşallah. Təşəkkür edirəm Aygün. Çox sağ olun. Gəldiyiniz üçün, dəvətimizi qəbul etdiyiniz üçün. Ümid edirəm ki, gələcəkdə uğurlarınız çox olar, böyük olar və həqiqətən də Azərbaycan bayrağını dünya arenasında qaldırarsınız. Bir daha təşəkkürlər. Çox sağ olun.